Cəmilə çığırdı. Şalvarını möhkəm çək, yarı yolda düşər. Danyar bizə tərəf qəzəbli bir nəzər saldı. Biz hələ özümüzə gəlməmişdik ki, o arabanın içində kisəni qabağa çəkib, dikəldib arabanın bir tərəfində yanı üstə qoydu və bir əli ilə ondan tutaraq yerə sıçradı. Sonra kisəni çiyninə alıb yola düzəldi. Əvvəlcə biz özümüzə elə göstərdik ki, güya burada çətin heç bir şey yoxdur. Başqaları da buna təəccüblənməməlidirlər. Çünki hamı çiynində kisə gedirdi. O da onlardan biri kimi. Danyar taxtaya çatanda Cəmilə özünü ona yetirdi. Kisəni yerə sal. Mən axı ancaq zarafat eləyirdim. Keç, deyə Danyar səsini ucaltdı və taxtanın üstünə çıxıb getdi. Bir bax, aparır ey, deyə Cəmilə özünə bəraət qazandırdı. Cəmilə hələ də yavaşcadan gülürdü. Lakin onun gülüşü qeyri-təbii bir şəkil alırdı. Elə bil özünü gülməyə məcbur edirdi. Biz Danyarın yaralı ayağına güc düşdüyünü gördük. Bu heç ağlımıza gəlməmişdi. Hələ indiyədək bu axmaq zarafat üçün özümü bağışlaya bilmirəm. Axı bu zarafatı mən səviyyə düşünmüşdüm. Geri qayıt, deyə Cəmilə güclə gülümsəyərək çığırdı. Lakin Danyar geri dönə bilməzdi. Onun dalınca adamlar gedirdi. Sonra nə olduğu yaxşı yadımda deyildir. Mən Danyarın iri kisəsinin altında əyildiyini və başını aşağı dikərək dodağını dişlədiyini görürdüm. O yaralı ayağını çəkərək ağır-ağır ehtiyatla gedirdi. Atdığı hər bir addım görünür elə ağrı verirdi ki, o başını tərpətməyə və bir saniyəliyə yerindəcə donub qalmağa məcbur olurdu. Taxtanın üstü ilə yuxarı qalxdıqca o daha çox yırğalanırdı. Onu kisə yırğalayırdı. Qorxub utandığımdan boğazım qurumuşdu. Dəhşətə gələrək onun yükünün ağırlığını və ayağındakı dözülməz ağrının öz vücudumda hiss edirdim. Budur, o yenə yırğalandı. Başını hərlədi, gözlərimə qaranlıq çökdü. Özümə gələndə kimsə əlim ilə sıxdı ki, sümüklərim şıqqıldadı. Mən Cəmiləni birdən-birə tanımadım. Onun geniş açılmış gözləri bərəlmiş, dodaqları isə yenicə gülüb qurtardığı üçün hələ də əsirdi. İndi təkcə biz deyil, hamı qəbul edici də taxtadan aşağısına yüyürüb gəldi. Danyar 2 addım da atıb kürəyindəki kisəni düzəltmək istəyirdi ki, yavaş-yavaş dizi üstə çökməyə başladı. Cəmilə üzünü əlləri ilə örtdü. Tulla, tulla kisəni, çığırdı. Danyar daldan gələn adamları əzməmək üçün kisəni çoxdan bəri böyrü üstə yerə yıxa bilərdi. Ancaq nədənsə bunu etmirdi. Cəmilənin səsini eşidən kimi özünü qabağa verdi. Ayağını düzəldi, bir addım da irəli atdım və təzədən yırğalandı. İt oğlu, kisəni buraxsana, deyə qəbul edici çığırdı. Tulla, hamı çığırırdı. Danyar bu dəfə də yerində möhkəm durdu. Yox, o tullamayacaq, deyə kimsə inamla pıçıldadı. Hər şey məlum oldu. Taxtanın üstü ilə onun ardınca gedənlər və ha belə yerdə duranlar da gördülər ki, o kisə ilə qarışıq yerə yıxılmayınca kisəni tullamayacaqdır. Ətrafa dilsiz bir sükut çökmüşdü. Bayırda divarın arxasından paravozun hərdən bir fit səsi eşidilirdi. Danyar heç bir şey eşitmədən yırğalana-yırğalana ayağının altındakı taxtanı əyərək yuxarıya qızmış dəmir dam üstü ilə qalxırdı. Hər iki addımdan bir müvazinətini itirərək durur və təzədən qüvvə toplayaraq yoluna davam edirdi. Arxasınca gələnlər də öz addımlarını onun addımlarına uyğunlaşdırmağa çalışdıqlarından tez-tez durmalı olurdular. Bu adamların taqətdən və gücdən salırdı. Lakin heç kəs dillənib bir söz demirdi, onu söymürdü. Adamlar elə bil gözə görünməz iplə bağlanaraq bir-birinin həyatından asılı olduqları qorxulu, sürüşkən taxtanın üstü ilə öz yüklərini daşıyırdılar. Onların razılaşdırılmış səssizliyi və ikisənək yırğalanmalarında vahid ağır bir ahəng vardı. Danyarın arxasınca bir addım atır, daha bir addım. Onun arxasınca irəliləyən bu əskər arvadı dişlərini qıcırdaraq istirab və yalvarışla Danyara baxırdı. Onun özünün də ayaqları bir-birinə dolaşırdı. Lakin o Danyar üçün dua oxuyurdu. Taxtanın mailis hissəsi az qalmışdı. Tezliklə qurtaracaqdı. Lakin Danyar budur, yenə də yırğalandı. Yaralı ayağı artıq ona tabe olmurdu. O kisəni yerə buraxmasaydı, indicə yıxılacaqdı. Yüyür, daldan kömək elə, deyə Cəmilə mənə çığırdı. Özü isə qollarını qabağa uzatdı. Sanki bununla Danyara kömək etmək istədi. Mən taxtanın üstündən qalxdım. Adamların və kisələrin arasında sıxılıb keçərək Danyara çatdım. O dirsəyinin altında mənə baxdı. Qaralmış tərli alnının damarları çıxmışdı. Qan dolmuş gözləri qəzəblə mənə zilləndi. Mən kisədən yapışmaq istədim. Get,
deyə Daniyar xırıltılı, qəzəbli səslə çığırdı və yoluna davam etdi. Daniyar ağır nəfəs alaraq axsaya-axsaya aşağı düşəndə onun qolları yanına düşmüşdü. Hamı dinməz söyləməz aralanıb ona yol verdi. Qəbuledicə isə özünü saxlaya bilməyib çığırdı. Cavan oğlan, sən axmaqlamısan, nədir? Mən məyər insan deyiləm. Sənin buğdanı aşağıda boşaltmağını icazə verməzdim. Bu ağırlıqda kisələri niyə daşıyırsan? O mənim öz işimdir, deyə Daniyar yavaşcadan cavab verdi. O tüpürüb arabaya tərəf getdi. Biz gözümüzü qaldırıb baxmağa da cəsarət etmirdik. Daniyarın axmaq zarafatımızdan, belə ürəkdən inciməsindən həm xəcalət çəkir, həm də ona acığımız tuturdu. Bütün gecəni dinməz söyləməz yol getdik. Daniyardan ötürü bu adi bir şeydir. Buna görə də biz başa düşmürdük ki, o bizdən incimişdir. Ya da bu hadisəni yadından çıxarmışdır. Lakin bizim üçün ağır idi. Vicdan əzabı çəkirdi. Səhəri dəyirmanda arabaları yüklərkən Cəmilə o başı bəlalı kisəni götürüb ayağının altına qoydu və şappaladı. Al, özünə qismət olsun deyə o parçalanmış kisəni təəccüblənmiş qapançı qadının ayaqlarına tərəf tulladı. Briqadirə de ki, bir də belələrini soğuşturmasın. Nə eləyirsən? Sənə nə olub? Heç nə. Ertəsi gün Daniyar inciliyini heç nə ilə biruzə verməyib, özünü çox sakit və təmkinli apardı. Ancaq əvvəlkindən çox axsayırdı. Xüsusilə kisələri qaldırdığı zaman. Görünür ki, dünən yarası bərk açılmışdı. Bu da onun qarşısında günahkar olduğumuzu həmişə yadımıza salırdı. Əgər o bircə ağız gülsəydi, rahat olardıq və bununla da bizim aramızdakı küsürlülük unudulub gedərdi. Cəmilə də özünü elə aparırdı ki, güya heç bir şey olmamışdır. Özünü təkəbbürlü tutub arabir gülsə də hiss eləyirdim ki, bütün günü özündə deyildir. Biz stansiyadan qaydanda çox gecə idi. Daniyar qabaqda gedirdi. Xoş gecə idi. Avqust gecələrini onların uzaq, eyni zamanda yaxın, həddindən artıq parlaq ulduzlarına kim bələd deyildir. Hər bir ulduz göz deşirdi. Onlardan kənarlarını sanki qrov basmış, başdan ayağa soyuq şüalarla parıldaşan birisi qaranlıq göydən sadəlöv bir təəccüblə yerə baxırdı. Biz dərənin içi ilə gedirdik və məni gözlərim uzun müddət ondan çəkə bilmirdim. Atlar həvəslə evə yorturdular. Çarxlar çınqıllıqda xırçıldayırdı. Külək, çiçəklənmiş acı yovşan iyini, yetişmiş taxılın güclə duyulan ətrini özü ilə bərabər gətirərək ətrafa yayırdı. Bu qatran və tərləmiş qoşqu alətlərinin iyinə qarışaraq adamın başını hərlədirdi. Yolun bir tərəfində üstünü it burnu kolları basmış, kölgəli qayalar sallanıb durur, o biri tərəfində isə aşağıda söyüdlük və qovaq pöhrəlikləri arasında susmaq bilməyən Kurkureyu çayı ləpələnirdi. Arxada, harada isə körpünün üstündən gürultu ilə qatarlar keçib gedir və uzaqlaşdıqca çarxların taqqıltısı da uzun müddət öz arxasınca çəkib aparırdı. Sərində getmək, atların yırğalanan bellərinə baxmaq, avqust gecəsini dinləmək, onun ətrini duymaq xoş idi. Cəmilə məndən qabaqda gedirdi. Cilovları buraxaraq ətrafa baxa-baxa yavaşcadan zümzümə edirdi. Mən başa düşürdüm, bizim sükutumuz onu darıxdırmışdı. Belə gecədə susmaq mümkün deyildi. Belə gecədə adam oxumaq istəyirdi. Cəmilə oxudu. Bəlkə də Daniyarla olan əvvəlki səmimiliyimizi geri qaytarmaq, onun qarşısındakı günahkarlıq hissini özündə uzaqlaşdırmaq üçün oxuyurdu. Onun səsi cingiltili və özəşkən idi. O ipək yaylıq sallayıram sənə, ya da uzaq yoldadır mənim əzizim kimi adi ayıl mahnılarını oxuyurdu. Cəmilə çoxlu mahnı bilirdi və onları elə sadə və ürəklə oxuyurdu ki, qulaq asana ləzzət verirdi. Lakin birdən o mahnını kəsib Daniyara tərəf çığırdı. Ey Daniyar, bir şey oxusana, axı sən də bir cigitsən, ya yox? Oxu Cəmilə, oxu, deyə Daniyar atları azca saxlayaraq utancaqlıqla cavab verdi. Mən sənə qulaq asıram, 2 qulağım var, ikisi də satın almışam. Elə bilirsən ki, bizim qulağımız yoxdur, oxumaq istəmirsən, oxuma, heç lazım da deyil. Bunu deyib Cəmilə təzədən oxumağa başladı. Oxumağı ondan nə üçün xahiş elədiyini Allah bilir. Bəlkə də elə belə, bəlkə də onu söhbətə tutmaq istəyirdi. Əslinə baxsan Cəmilə onunla danışmaq istəyirdi. Çünki biraz keçdikdən sonra o yenə Daniyarı səslədi. Daniyar, de görüm heç sevmirsənmi? Daniyar dinmədi, Cəmilə də susdu. O da oxumağı xahiş eləməyə adam da tapdı da, deyə mən gülümsündüm. Yolla kəsişən çayın yanında atlar nallarına yaş gümüşü çay daşlarına çırparaq
Sürətlərini azaltdılar. Çay keçidini ötdükdən sonra Daniyar atları qamçıladı və gözlənilmədən donuq, kəl-kötür bir səslə oxumağa başladı. Dağlarım, mavi pəmbə dağlarım, babalarımın torpağı, atalarımın məskənim. Bir də onun dili dolaşdı, öskürdü. Sonrakı iki misranı dərindən sinədən gəldi. Biraz xırıltılı səslə oxudu. Dağlarım, mavi pəmbə dağlarım, beşiyim mənim. Onun səsi yenə birdən kəsildi. Sanki nədənsə qorxub sustu. Mən onu necə çarıxdığını təsəvvür eləyirdim. Lakin onun bu ürkək, qırıq-qırıq oxuduğu mahnıda nə isə xariqüladə bir həyəcan vardı. Səsi də görünür yaxşı idi. Heç inanmaq olmazdı ki, oxuyan Daniyardır. Bir gör ha, deyə mən özümü saxlaya bilmədim. Cəmilə də öz heyrətini bildirdi. Bəs sən bu vaxtda haradaydın? Oxu, oxu ağıllı başlı, oxu. Qabaqda işıq görünürdü. Demək dərədən vadiyə çıxırdıq, orada külək əsirdi. Daniyar təzədən oxumağa başladı. Əvvəlcə çəkinə-çəkinə başladı. Sonra səsi yavaş-yavaş güclənib bütün dərəni bürüdü. Uzaq qayalarda əks-səda verdi. Məni hər şeydən əvvəl heyrətə salan mahnının özünün ehtirası və arzu ilə dolu olması idi. Mən o zaman da və indi də bilmirəm, daha doğrusu təyin edə bilmirəm ki, başqasında ən gizli xəyalları belə canlandıran bu cür həyəcan yarada bilən. Təkcə bu səsdirmi, ya da insan qəlbindən gələn başqa daha mühüm bir şeydir. Daniyarın mahnısını heç olmasa bir təhər oxuya bilsəydim. Bu mahnıda söz demək olar ki, yoxdur. O böyük insan qəlbini sözsüz açıb göstərdi. Bu vaxtadək və bundan sonra da məni heç zaman belə mahnı eşitməmişəm. O nə qırğız, nə də qazaq mahnılarına oxşayırdı. Onda həm birincidən, həm də ikincidən nə isə vardı. Daniyarın mahnısı hər iki yaxın xalqın ən yaxşı mahnılarını özündə toplamış və onları özünə məxsus şəkildə vahid və təkrar edilməz bir mahnıda birləşdirmişdi. Bu gah qırğız dağları kimi yüksələn, gah da qazaq stepləri kimi geniş yayılan dağların və steplərin mahnısı idi. Mən dinlədikcə heyrətə düşürdüm. Daniyar gör nə Daniyarmış. Kim bunu deyə bilərdi? Biz artıq steplə yumuşaq hamar yolla gedirdi. Daniyarın mahnısı indi daha geniş yayılır, yeni-yeni havalar qəribə bir çevili ilə bir-birini əvəz edirdi. O doğrudanmı belə çox mahnı bilir? Ona nə olmuşdur? Elə bil o bu günü, bu saatı gözləyirmiş. Onun adamlarda heyrət və istehza doğuran qəribə hərəkətləri, xəyalpərəstliyi, yalqızlığa meyli, qara dinməzliyi birdən-birə mənim üçün aydın oldu. Mən indi başa düşdüm ki, o nə üçün bütün axşamlara çıxıb keşiyçi təpəsində oturur, nə üçün gecələr çayın qırağında tək qalır, nə üçün başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asır və nə üçün bəzən birdən-birə gözləri parıldayır, adətən səksəkəli qaşları niyə yuxarı dartılır. O qəlbən vurğun adamdır. Həm də hiss edirdim ki, o sadəcə olaraq başqa bir adama vurulmamışdır. Onun məhəbbəti başqa, böyük məhəbbət idi. Bu həyata, torpağa məhəbbət idi. Bəli, o bu məhəbbəti özündə, öz mahnısında gizlətmişdi. Onunla yaşayırdı. Laqeyd adam nə cür səsə malik olsa da bu cür oxuya bilməzdi. Mahnının axırıncı əks sədası elə bil sönəndə onun yeni titrək həyəcanı mürgüləyən stepi sanki oyadırdı. Doğma havanın əzizlədiyi step də müğənnisini minnətdarlıqla dinləyirdi. Biçini gözləyən yetişmiş göy zəmilər yırğalanır, sübh parıltıları çöldə oynaşırdı. Dəyirmandakı qocaman söyüdlərin yarpaqları xışıldayırdı. Çayın o tərəfindən tarla düşərgələrinin ocaqları tüstülənir və kim isə sahildə bir kölgə kimi ayla tərəf səssiz çapır. Gah bağların arasında itib batır, gah da görünürdü. Külək oradan alma, çiçəkləyən stul qarğıdalı ətrini və quru təzə iyini gətirirdi. Daniyar ürəkdən xeyli oxudu. Füsunkar avqust gecəsi də susaraq onu dinlədi. Hətta atlar da bu ecazkarlığı pozmaqdan qorxaraq çoxdan aramla getməyə başlamışdı. Daniyar birdən mahnısını lap zil yerində kəsdi və qıy vuraraq atları dörd nala çapdı. Mən güman elədim ki, Cəmilə də onun dalında çapacaqdır. Ona görə də hazırlaşdım. Lakin heç qımıldanmadı da. Başını çiyninə əyərək necə oturmuşdusa, eləcə də qalmışdı. Elə bil hələ də harada isə havada dolaşan səslərə qulaq asırdı. Daniyar uzaqlaşıb getdi. Biz isə lap ayladək bir kəlmə də dinlib danışmadıq. Bir də axı danışmaq lazım idimi? Hər şeyi hər zaman sözlə demək mümkün deyildir. O gündən bizim həyatımızda sanki nə isə dəyişmişdi. Mən indi həmişə xoş bir şey gözləyirdim.
Səhər tezdən xırmanda arabalar yükləyir, stansiyaya gəlir, qayıdan baş yolda Danyarın mahnılarını qulaq asmaq üçün stansiyadan tez çıxmağa səbrimiz çatmırdı. Danyarın səsi mənim daxilimə çökmüşdü. Məni addım başı təqib edirdi. Bu mahnı ilə mən səhərlər yaş, şehli yoncalıqlarla buxovlanmış atların yanına qaçırdım. Günəş isə gülümsəyə-gülümsəyə dağların arasından qalxaraq məni qarşılayırdı. Mən bu səsi qoca xırmansovranların sovurduğu qızıl buğdanın xəfif xışıltısında, step ənginliklərində, tənha çalağın rəvan uçuşunda eşidirdim. Gördüyüm və eşitdiyim hər şey mənə Danyarın mahnısını xatırladırdı. Axşamlar dərə ilə gedəndə mənə elə gəlirdi ki, başqa bir aləmə qədəm qoyuram. Gözlərimi yumaraq Danyara qulaq asdıqca uşaqlıqdan mənə tanış olan doğma mənzərələr gözümün qabağında canlanırdı. Gah zərif ağ-mavi buludların bahar karvanı alaçıqların üzərində durna qatarı kimi uçuşur, gah ilxılar uğultulu salan torpaqla kişnəyə-kişnəyə yay örüşlərinə buraxılır, yalları vurulmamış gözləri vəhşi qara bir atəşlə oynayan cavan ayğırlar qürur və harınlıqla çaparaq analarının yanına qaçır. Gah qoyun sürüləri sakit bir axın kimi təpələrə yayılır, gah qayadan qopan şəlalə qaynayıb qarışaraq öz parıltısı ilə göz qamaşdırır, gah çayın arxasındakı stepədə günəş asta-asta çiya pöhrənlikləri üzərinə enir və üfüqün odlu haşiyəsi ilə çapan tənha uzaq atlı isə elə bil günəşin ardınca gedirdi. O da kolluq və qaranlıqlarda batıb qərq olurdu. Çayın arxasında uzanan Qazax stepi çox genişdir. O bizim dağların hər iki tərəfi ilə uzanmışdır, sərt və adamsızdır. Lakin müharibənin başladığı həmin unudulmaz yay stepi sanki cana gəldi. Orduya yararlı at ilxıların qopardığı tozanaq onun üzərini bürüdü. Çaparlar sağa sola çapmağa başladılar. O biri sahildən çapar Qazaxın yoğun çoban səsi ilə çığırdığı yadımdadır. Qırğızlar, yəhərlənin, düşmən gəlmişdir. O çapa-çapa yoluna davam edərək tozanağın qızmar ilğımların içində gözdən itdi. Step hamını ayağa qaldırdı. Bizim ilk süvari polklarımız sərt, təntənəli uğultu içərisində dağlar və dərələrlə hərəkətə gəldi. Minlərlə üzəngi cingildədi. Minlərlə cigit gözlərini stepə dikdi. Qabaqda al bayraqlar dalğalanırdı. Arxada atların dırnaqlarından qopan tozanağın dalında arvadların və anaların kədərli-kədərli ağlaşması torpağa qarışdı. Step sizə yar olsun. Bahadırımız Manasın ruhu sizin köməyinizə çatsın. Xalqı müharibəyə getdiyi yerdə kədərli çığırlar, yollar qalırdı. Danyar öz mahnısı ilə torpağın gözəlliyini və həyəcanını, bütün bu aləmi gözlərimin qabağında canlandırdı. O bu mahnıları harada öyrənmişdi, kimdən eşitmişdi? Mən başa düşürdüm ki, yalnız öz torpağına uzun illər ürəkdən həsrət qalanlar, bu məhəbbətin istirabını çəkənlər onu belə sevə bilərdilər. O oxuyanda mən onun özünə də balaca oğlan ikən step yolları ilə dolaşdığını görürdüm. Bəlkə bu vətən mahnıları ilə o zaman onun qəlbində yaranmışdı. Bəlkə də bunları müharibənin odlu yolları ilə addımlayanda bəstələmişdi. Danyarı dinləyəndə insan torpağı belə sevdiyinə görə üzü üstə yerə düşüb onu bir oğul kimi qucaqlamaq istəyirdim. Mən o zaman ilk dəfə hiss etdim ki, içərimdə nəysə yeni bir duyğu yaranmışdı. Lakin onun nə olduğunu hələ bilmirdim. Lakin o, yenilməz bir şeydi. O, özünü ifadə etməyə ehtiyacı idi. Həm də elə ifadə etmək ki, dünyanı təkcə özün görüb hiss eləməyəsən. Bəlkə də öz gördüklərini, öz düşüncə və duyğularını başqalarına yetirə biləsən. Torpağımızın gözəlliyi haqqında başqalarına Danyarın bacardığı kimi ilhamla danışasan. Mən naməlum bir şey qarşısında qorxu və sevincdən donub qalmışdım. Lakin o zaman hələ başa düşmürdüm ki, əlimə fırça almaq lazımdır. Mən uşaqlıqdan şəkil çəkməyi sevirdim. Dərs kitablarının şəkillərinə baxıb çəkib və uşaqlar deyirdilər ki, lap özüdür ki var. Məktəbdə divar qəzetimizə şəkillər çəkib gətirəndə müəllimlər də mənə tərifləyirdilər. Sonra müharibə başladı, qardaşlarım orduya getdilər, mən də məktəbi buraxdım və bütün yaşadlarım kimi kolxoza işləməyə getdim. Rəngləri və fırçanı yaddan çıxardım və heç ağlıma gəlmədi ki, bir vaxt yenə onları yada salacağım. Danyarın mahnıları isə qəlbimi yerindən oynatdı. Mən elə bil yuxuda idim və dünyaya elə heyrətlə baxırdım ki, sanki hər şey ilk dəfə idi ki, görürdüm. Cəmilə də birdən elə dəyişdi ki, elə bil
O diribaş, dili dillavar, gülüb danışan qız deyildi. Parlaq, bahar qüssəsi onun sönük baxışlarını bürüdü. Yolla gedərkən o həmişə nə haqda isə möhkəm düşünürdü. Dodaqlarında həyəcanlı, xəyali bir təbəssüm dolaşırdı. Yalnız özünə məlum olan yaxşı bir şey sakitcə sevinərdi. Elə vaxtlar olurdu ki, kisəni çiyninə alıb namalum bir ürkəklik içində yerindəcə duruxub qalırdı. Sanki qarşısını gürültülü bir sel kəsdiyi üçün bilmir onu keçsin, keçməsin. Daniyardan həmişə yan gəzirdi. Onun gözlərinə baxa bilmirdi. Bir dəfə xırmanda Cəmilə zəif və əzablı bir ovqatı təxliklə ona dedi. Bu cimnastiyarkanı əynində bir çıxarsana. Cəmilə cimnastiyarkanı çayda yuyub qurutmaq üçün sərdi və özü də yanında oturub ovuzları ilə onun uzun müddət hamarladı, başını buladı və yenə də sakit və qüssəli halda onun hamarlamağa başladı. Bu müddətdə Cəmilə yalnız bir dəfə bərkdən qəhqəhə çəkib güldü. Gözləri əvvəlki kimi parıldadı. Bir dəfə yonca tayası vurmaqdan qayıdan bir dəstə gənc qadın, qız və cigit, keçmiş cəbhəcilər səsküylə xırmana baş çəkdilər. Cigitlər zarafatla yabalarını göstərib dedilər. Ey ağalar, buğda çörəyini təkcə özünüz yeməyin. Bizi də qonaq edin. Eləməsəniz çaya tökəcəyik. Bizi yaba ilə qorxutmayın. Öz rəfiqələrimi qonaq eləyə bilərəm. Sizi isə öz qeydinizə qalın, deyə Cəmilə hündürdən səsləndi. Məsələ ki, bu yerə çatdı, hamınızı çaya tökəcəyik. Qızlar və oğlanlar əlbəyaxa oldular. Onlar çığıra-çığıra və gülüşə-gülüşə bir-birlərini suya itələməyə başladılar. Yaxasından yapış çək, deyə Cəmilə hamıdan bərk gülərək yaxasına hücum edənlərdən tez və çevikliklə qurtara bilirdi. Qəribə işdi, cigitlər elə bil tezcə Cəmiləni görürdülər. Hərə çalışırdı ki, onu tutub özünə tərəf çəksin. Budur, birdən-birə 3 cavan onu tutub sahilə gətirdi. Öp, yoxsa çaya salarıq. Hə, yırğala. Cəmilə qəhqəhə çəkərək çırpınır, başını dala atıb gülə-gülə öz yoldaşlarını köməyə çağırırdı. Onlar isə sahildə hayküylə qatışaraq suya düşmüş ləçəyini tutmağa çalışırdılar. Cigitlər qəhqəhə çəkərək Cəmiləni suya atdılar. O islanmış saçları paraşəndə halda sudan çıxdı. O indi əvvəlkindən daha gözəl görünürdü. İslanmış cid paltarı bədəninə yapışaraq onun yuvarlaq qüvvətli sağrısını, cavan sinəsini aşağı çıxarmışdı. Cəmilə özü isə heç bir şey sezməyərək gülür və yırğalanırdı. Onun qızarmış sifətindən şırıltı ilə su süzülürdü. Öp, deyə cigitlər əl çəkmirdilər. Cəmilə onları öpür və təzədən suya yuvarladırdılar. Sonra yenə islanmış ağır saçlarını dala ataraq gülürdü. Gənclərin bu əyləncəsinə xırmandakılar hamı gülürdü. Qoca xırman sovuranlar kürəkləri bir tərəfə ataraq yaşaran gözlərini silir və onların qara sifətlərindəki qırış fərəhlə işıldayır. Bir anlığa gəncləşib canlanırdı. Mən də bu dəfə Cəmiləni cigillərlə qorumaq haqqında olan qısqanclıq borcumu unutaraq ürəkdən gülürdüm. Təkcə Daniyar gülmürdü. Mən təsadüfən onu görüb sustum. O ayaqlarını geniş açaraq xırmanın qırağında tək tənha durmuşdu. Mənə elə gəldi ki, o Cəmiləni cigitlərin əlindən qurtarmaq üçün indicə yerindən qopub onlara tərəf atılacaqdır. O gözlərini ayırmadan kədərli, həyəcanlı baxışlarla Cəmiləyə baxırdı. Bu baxışlarda həm fərəh və həm də qüssə var idi. Bəli, onun saadəti də, dərdi də Cəmilənin gözəlliyində idi. Cigitlər onu özlərinə tərəf çəkib, hər birini ayrı-ayrı öpməyə məcbur etdi. O başını aşağı dikdi və getmək üçün təşəbbüs etdi. Ancaq getmədi. Bu zaman Cəmilə də onu gördü. Tez gülməyini saxladı və başını aşağı saldı. Bəsdir əyləndi, deyə o birdən-birə həddini aşmış cigitləri saxladı. Kim isə yenə onu qucaqlamağa cəhd etdi. Əl çək, deyə Cəmilə onu itələyib özündən araladı. Qandırılıb Daniyara tərəf ötərək günahkar bir nəzər saldı və paltarını sıxmaq üçün kolluqların içinə qaçdı. Onların münasibətlərində hələ çox şey mənim üçün aydın deyildi və etiraf edirəm ki, bu barədə düşünməyə də qorxurdum. Lakin Cəmilənin özünün Daniyardan aralı gəzməsində kədərlənməyə başladığını sezdikdə nədənsə özümü itirirdim. Kaş elə əvvəlki kimi o Daniyarla gülüb zarafatlaşaydı. Bununla belə gecələr ayla dönərkən və Daniyarın mahnılarına qulaq asarkən məni onlar üçün qəribə bir fərəh bürüyürdü. Dərədən keçərkən Cəmilə arabadan gedirdi. Stepə çıxan kimi arabadan düşüb piyada gedirdi. Mən də piyada gedirdim. Belə yaxşı idi. Həm gedirdim, həm də qulaq asırdım.
Əvvəlcə hərə öz arabasının yanında gedirdi. Lakin irəlilədikcə özümüz də bilmədən Danyara yaxınlaşırdıq. Bizi görünməz bir qüvvə ona tərəf çəkir, qaranlıqda onun sifətini, gözlərindəki ifadələri görmək istəyirdi. Görəsən bu oxuyan doğrudan o adamdan qaçan qaraqabaq Danyardır. Mən hər dəfə görürdüm ki, Cəmilə sarsılmış və həyəcanlı halda əlini ağır-ağır Danyara tərəf uzadır, o isə bunu görmürdü. Əllərini boynun dalında çarpazlayaraq, yırğalana-yırğalana hara isə yuxarıya, uzağa baxırdı. Cəmilənin əli də qeyri-ixtiyari arabanın şanı üstə düşürdü. Bu zaman o diksinir, əlini tez-tez çəkərək dururdu. O yolun ortasında dayanıb, məyus, sarsılmış halda Danyarın arxasınca xeyli baxar və sonra yoluna davam edərdi. Bəzən mənə elə gələrdi ki, biz Cəmilə ilə birlikdə eyni anlaşılmaz bir hissdən həyəcanla düşmüşük. Bu hiss bəlkə də çoxdan bizim qəlbimizdə gizlənmişdi. Bu gün isə o özü vururdu, o üzə vururdu. İşləyəndə Cəmilə bunu birtəhər unudurdu. Lakin bizim xırmanda ləngidiyimiz nadir istirahət dəqiqələrində o özündə olmurdu. Xırman sovranların yanında eğlənir, onlara kömək edərək bir neçə kürək taxılı hündürdən sovurduqdan sonra birdən kürəyə tullayıb saman tayalarına tərəf çəkilirdi. Burada kölgədə oturaraq, sanki tənhalıqdan qorxduğu üçün məni səsləyərdi. Kiçinə bala, gəl buraya oturaq. Mən həmişə gözləyərdim ki, o mənə nə isə mühüm bir şey deyəcək, nə üçün narahat olduğunu izah edəcəkdir. O isə heç bir şey demirdi. Başımı dinməz-söyləməz dizinin üstünə qoyur, gözlərini uzaqları dikərək, çot saçlarımı qarışdırır, titrək hərarətlə parmaqları ilə üzümü mehribanlıqla oxşayırdı. Mən aşağıdan yuxarı ona baxırdım. Onun həyəcan və kədərlə dolu sifətində elə bil özümü görürdüm. Onu da nə isə üzürdü. İçərisində nə isə toplanır, yetişir, çıxış yolu axtarırdı. O da bundan qorxurdu. O vurulduğunu həm deməyə, həm də deməməyə əzab çəkirdi. Mən deli idim. Onun Danyarı sevməsini həm istəyir, həm də istəmirdim. Axı nə olursa olsun, o mənim ata-anamın gəlini, qardaşımın arvadı idi. Belə fikirlər ancaq bir anlığa məni araya alırdı. Mən onları özümdən qovurdum. O zaman mənim üçün əsl ləzzət Cəmilənin körpə dodaqları kimi yarı açıq, həssas dodaqlarına, göz yaşları ilə dumanlamış gözlərinə baxmaqdan ibarət idi. O necə yaxşı, necə gözəl idi. Sifəti necə parlaq vəzd ilə və ehtirasla parlayırdı. O zaman mən bütün bunları görür, lakin hamısını başa düşmürdüm. İndi də tez-tez öz-özümə sual verirəm. Məhəbbət bəlkə də rəssamın, şairin ilhamı kimi bir ilhamdır. Cəmiləyə baxarkən istəyirdim ki, stepə qaçıb hündürdən çığıraraq, torpaqdan və samadan soruşum ki, mən nə edim? Bu anlaşılmaz həyəcanı, bu anlaşılmaz fərəhi özümdən necə rəf edim? Deyəsən bu dəfə mən bunun cavabını tapdım. Biz adət üzrə stansiyadan gəlirdik. Gecə düşmüşdü. Göydə ulduzlar topa-topa sayrışırdı. Step yatmağa hazırlaşırdı. Təkcə Danyarın mahnısı sakitliyi pozaraq xəfif qaranlıq içərisində səslənir və əriyirdi. Cəmilə ilə mən onun arxasına gedirdi. Bu dəfə Danyara nə olmuşdu? Onun mahnısında elə xəfif, təsirli bir kədər və yalqızlıq vardı ki, adamın ona ürəyi yanır, boğazı qəhərlənərdi. Cəmilə başını əymiş və arabanın şanında möhkəm tutaraq gedirdi. Danyar təzədən səsini zilə qaldıranda, Cəmilə başını qaldırdı və gedə-gedə arabaya atılıb Danyarın yanında oturdu. O qollarını qoynunda çarpazlayaraq elə bil yerində donmuşdu. Mən yanaşı gedirdim. Azca qabağa qaçaraq yan tərəfdən ona baxırdım. Danyar yanında oturmuş, Cəmiləni elə bil görməyərək oxuyurdu. Mən Cəmilənin qollarının yanına düşdüyünü və Danyara qısılaraq başını yavaşca onun çiyninə qoyduğunu gördüm. Yorğa at qamçıdan dirsinib, irəli sıçradığı kimi onun da səsi bir anlığa yeni qüvvə ilə gurladı. O sevgi haqqında oxuyurdu. Mən sarsılmışdım. Step sanki çiçəkləyib ləpələndi. Qaranlıq çəkildi və geniş stepdə iki sevgili gördüm. Onlar isə məni də görmürdülər. Elə bil mən burada heç yox idim. Mən addımlayır və onların yer üzərində hər şeyi unudaraq, mahnının ahənginə uyğun olaraq bircə yırğalandıqlarına baxırdım. Mən onları tanıya bilmirdim. Bu köhnəlmiş yaxası açıq, əskər idman geyimi geymiş həmin Danyar idi. Lakin onun gözləri qaranlıqda elə bil ot tutub yanırdı. Ona qısılıb oturanda mənim Cəmiləm idi. Lakin o sakit və ürkək idi. Kipriklərində göz yaşı işıldayırdı. Bunlar yeni, həddindən artıq xoşbəxt adamlar idi. Məgər bu xoşbəxt iş deyildimi?
Axı Daniyar bütün bu ilham verici mahnıları tamamilə ona həsr etmişdi. Onun üçün oxuyurdu, onun haqqında oxuyurdu. Məni yenə də həmişə Daniyarın mahnılarından gələn o anlaşılmaz həyəcan bürüdü. Birdən nə istədiyim mənim üçün aydın oldu. Mən onların şəklini çəkmək istəyirdim. Mən öz fikirlərimdən qorxdum, lakin arzum qorxudan güclü idi. Mən onları elə bu cür xoşbəxt çəkmək istəyirdim. Bəli, elə bu cür olduqları kimi, lakin çəkə bilərəmmi? Qorxu və sevincdən nəfəsim tıxanırdı. Şirin bir xəyal aləminə qapılmışdım. Mən də xoşbəxt idim. Çünki bu coşqun arzunun gələcəkdə mənim üçün nə kimi çətinliklər törədəcəyindən xəbərsizdim. Öz-özümə deyirdim ki, torpağı Daniyarın gördüyü kimi görmək lazımdır. Mən Daniyarın mahnısını rənglərlə nəql edəcəyəm. Mənim şəklimdə də dağlar, step, adamlar, ot, buludlar, çaylar olacaqdır. Mən hətta o zaman fikirləşirdim. Bəs rəngləri haradan tapım? Məktəbdə verməzlər, çünki onların özlərinə lazımdır. Elə bil, bütün məsələ məhz bundan ibarətdir. Daniyarın mahnısı gözlənilmədən kəsildi. Cəmili ehtirasla onu qucaqladı və o dəqiqə də geri sıçrayıb bir anlığa duruxdu. Sonra yana çəkilib arabadan yerə sıçradı. Daniyar qətiyyətsiz bir halda cilovları çəkdi, atlar durdu. Cəmili arxasını onu çevirərək yolda durmuşdu. Sonra başını kəskin bir hərəkətlə yuxarı qaldırıb, qandırılıb yandan ona baxdı və göz yaşlarını boğaraq dedi: "Hə, niyə baxırsan?" deyə sustu və sonra acıqlı-acıqlı əlavə etdi: "Mənə baxma, yoluna düzəl." O öz arabasının yanına getdi. "Sən niyə gözlərini mənə zilləmsən?" deyə mənə də çığırdı. "Arabaya əyləş və cilovları əlinə al. Siz də mənim başıma bəlasınız." Ona birdən-birə nə oldu deyə mən atları qovaraq təəccüb edirdim. Ancaq burada təəccüb bir şey yox idi. Onun üçün çətin idi. Axı onun qanuni əri vardı. Özü də sağ-salamat, haradaysa Saratovda hospitalda idi. Mən isə qəti olaraq heç bir şey haqqında fikirləşmək istəmirdim. Mənim Cəmiləyə həm də özümə acığım tuturdu. Əgər bilsəydim ki, Daniyar daha oxumayacaq və mən daha onun səsini heç vaxt eşitməyəcəyim, bəlkə də Cəmiləyə nifrət edərdim. Elə yorulmuşdum ki, bütün bədənim sızıldayırdı. Tez çatmaq və samanın üstünə yıxılıb yatmaq istəyirdim. Qaranlıqda yortan atların belləri irğalanır, araba bərk sirkələnir, cilovlar əlimdən sürüşürdü. Xırmanda xamutları birtəhər çıxarıb arabanın altına atdım və saman dayasına yaxınlaşıb özümü üstünə yıxdım. Daniyar bu dəfə özü atları otarmağa apardı. Səhər yuxudan oyanarkən qəlbimdə fərəh hissi duyurdum. Mən Cəmilə ilə Daniyarın şəklini çəkəcəkdim. Gözlərimi qıyaraq Daniyarla Cəmiləni çəkəcəyim şəkildə kimi təsəvvürümü çox aydın gətirdim. Mənə elə gəldi ki, indicə əlimə fırça və rəng alıb çəkə bilərəm. Mən çaya tərəf qaçdım, yuyundum və buxovlanmış atların yanında cumdum. Yaş, soyuq yonca yalın ayaqlarımı bərkdən döyəcləyib isladır, cadar-cadar olmuş tabanlarım dalayırdı. Ancaq bu mənə xoş idi. Mən qaçır və qaça-qaça ətrafda baş verən hadisələri görürdüm. Günəş dağların dalından qalxırdı. Arxın kənarında təsadüfən bitmiş günə baxan günəşə tərəf boylanırdı. Ağ papaqlı çəkirələr onu möhkəm araya alsalar da, günə baxan təslim olmurdu. Öz sarı dilləri ilə sübh şüaları onların əlinə qapıb alır, özünün tumla dolu canlı zəmbilini doyuzdururdu. Arxın üstündə araba çarxlarının açdığı cığırlara su dolur, budur, yasəmən rəngli adacıq. Orada ətirli yarpız qurşağı da qalxmışdır. Mən doğma torpaqla qaçarkən başımın üstündə qaranquşlar ötüşərək uçuşurdular. Bu səhər günəşini, bu ağ-mavi dağları, bu şehli yoncanı və arxın qırağında bitmiş bu günə baxanı çəkmək üçün rəng olsaydı, xırmana dönəndə keyfim tamam pozuldu. Orada Cəmiləni gördüm. Onun sifəti uzanmış və qaşqabaqlı idi. Yəqin ki, gecəni yatmamışdı. Gözlərinin altı kölgələnmişdi. O mənə nə gülümsünürdü, nə də bir kəlmə söz dedi. Lakin Brigadir Orozmat görünən kimi Cəmilə ona yaxınlaşdı və salamlaşmadan dedi: "Götür arabanı apar, məni haraya istəyirsən göndər, ancaq stansiyaya daha getməyəcəm." "Camaltay, sənə nə olub? Mozalan sancım nədir?" deyə Orozmat təəccübləndi. "Mozanal danaların quyruğu altında olur. Məni soru-sualı tutma." Dedim ki, istəmirəm. Qurtardı getdi. Orozmatın sifətindən təbəssüm çəkildi. "İstəsən də, istəməsən də taxıl daşımalısan."
O qoltuq ağacını yerə vurdu. Əgər bir adam sənin incidibsə de, bu qoltuq ağacı ilə onun boynunu sındıraram. Əgər belə deyilsə, axmaqlıq eləmə. Sən əsgərlərə taxıl daşıyırsan, öz ərin də oradadır. O öz qoltuq ağacı üstə tullanıb döndü. Cəmilə özünü itirdi. Tamam qızarmış halda Daniyara tərəf baxdı. Yavaşcadan köksünü ötürdü. Daniyar ondan biraz aralı, arxası ona tərəf duraraq xamutun qayışını bərkdən çəkib dartışdırırdı. O söhbət başdan ayağa eşitmişdi. Cəmilə əlində tutduğu qamçını əlləşdirərək hələ də bir xeyli durdu. Sonra əlini hirslə çırparaq öz arabasının yanına getdi. Həmin o gün biz əvvəlkindən tez qayıdırdıq. Daniyar bütün yol boyu atları qovdu. Cəmilə tutqun idi, dilim danışmırdı. Mən heç inanmırdım ki, qarşımda uzanıb qaralmış stepdir. Axı o dünən tamam başqa cürə idi. Elə bil onun haqqında nağılda eşitmişdim və düşüncəmi qapamış xoşbəxtlik mənzərəsi başımdan heç cür çıxmırdı. Mənə elə gəlirdi ki, həyatın ən parlaq bir parçasını tutmuşam. Onu bütün təfərrüatı ilə təsəvvürümdə canlandırırdım və məni də təşvişə salan ancaq bu idi. Qapancıdan bir vərəq qalın kağız qoparmayınca sakit ola bilmədim. Tez ürəyim çırpına-çırpına tayanın dalına qaçdım və kağızı yolda xırman, sovranlardan çırpışdırdığım hamar kürəyin üstünə qoydum. Allah sən özün kömək ol, deyə vaxtıyla atam məni ilk dəfə də ata mindirərkən dediyi kimi pıçıldadım və karandaşı kağıza toxundurdum. Bunlar ilk cəsarətsiz ştrixlər idi. Kağızda Daniyarın çizgiləri alınanda mən hər şeyi unutdum. Mənə artıq elə gəldi ki, həmin avqust gecəsini stepe kağıza köçürülmüşdür. Mənə elə gəldi ki, Daniyarın mahnısını eşidirəm. Onun özünü başa dala atmış, sinəsi açıq halda görürəm. Ona qısılmış Cəmiləni də görürəm. Bu mənim ilk müstəqil rəsmim idi. Bu arabadır, bu da onlardır, bu buraxılmış dilovlardır. Qaranlıqda atların belləri yırğalanır, daha sonra step başlayır, uzaq ulduzlar görünür. Mən elə avdəlliklə çəkirdim ki, ətrafımda heç bir şey görmürdüm. Kimin isə səsi başımın üstündə eşidildikdə ayıldım. Sənə nə olub eşitmirsən? Bu Cəmilə idi. Mən özümü itirib qızardım. Şəkli gizlətməyə macal tapmadım. Araba çoxdan yüklənibdir. Bir saatdır ki, çığıraraq eşitmirsən, burada neynirsən? Bəs bu nədir? Deyə şəkli götürüb soruşdu. Cəmilə çiyinlərini hirslə çəkdi. Mən yerə girməyə hazırdım. Cəmilə şəkli xeyli müddət baxdıqdan sonra kədərli, yaşlı gözlərini qaldırıb yavaşcadan dedi. Kiçinə bala, bunu ver mənə. Onu yadigar kimi saxlayacağam. O şəkli 2 qat büküb qoltuğunda gizlətdi. Biz artıq yola çıxmışdıq. Mən isə hələ də özümə gələ bilmirdim. Elə bil bütün bunlar yuxuda olmuşdu. Heç inanmırdım ki, gördüklərimi şəkildə oxşada bilmişəm. Ancaq qəlbimin dərinliyində sadəlöv bir təntənə, hətta qürur, bir-birindən ötkəm, bir-birindən cazibədar xəyallar özünü göstərir və başımı gicəlləndirirdi. Artıq çoxlu müxtəlif şəkillər çəkmək istəyirdim. Lakin karandaşla deyil, rənglərlə, boyalarla, çox sürətlə getməyimizə də heç əhəmiyyət vermirdim. Daniyar atları sürətlə qovurdu. Cəmilə də ondan geri qalmırdı. O ətrafına baxınaraq hərdən nədənsə təsirli və günahkarcasına gülümsəyirdi. Mən də gülümsəyirdim. Demək, onun Daniyarla mənə daha hirsi tutmurdu və xahiş eləsəydi, Daniyar bu gün də oxuyacaqdı. Stansiyaya əvvəlkindən xeyli qabaq çatdıq. Əvəzində isə atlar başdan ayağa köpük içində idi. Daniyar çatar-çatmaz kisələri daşımağa başladı. Onun haraya tələsdiyini və ona nə üz verdiyini başa düşmək çətin idi. Yanımızdan qatarlar ötüb keçəndə o dalğın baxışları ilə uzun müddət onların dalınca baxırdı. Cəmilə də onun baxdığı tərəfə baxır, sanki onun fikrində nələr keçdiyini öyrənməyə çalışırdı. Buraya gəl, nal laxlayıb, kömək ilə çıxardaq, deyə o Daniyarı səslədi. Daniyar 2 dizi arasında saxladığı atın dırnağından nalı çıxardıb belini düzəldəndə Cəmilə onun gözləri içinə baxaraq yavaşcadan dedi. Sənə nə olub, başa düşmürsən? Ya da dünyada tək mənəm? Daniyar üzünü dinməzsə yana çevirdi. Sən elə bilirsən ki, mənim üçün asandır? Cəmilə köksünü ötürdü. Daniyarın qaşları titrədi. Cəmiləyə məhəbbət və kədərlə baxaraq nə isə dedi. Lakin o elə yavaşcadan dedi ki, mən eşidə bilmədim. Sonra o sürətlə addımlarla, hətta nədənsə razı halda öz arabasına tərəf getdi. O gedə-gedə əlində tutduğu nalı sığallayırdı.
Mən ona baxıb başa düşmürdüm ki, Cəmilənin sözləri ona nə cür təskinlik verə bilərdi. Əgər birisi dərindən ah çəkib, sən elə bilirsən ki, mənim üçün asandır, deyibsə, burada nə təskinlik ola bilər? Biz arabaları boşaldıb getmək istəyirdik ki, əynində əzik şinel, çiynində çanta olan arıq, yaralı bir əsgər həyətə daxil oldu. Bundan bir neçə dəqiqə qabaq stansiyada bir qatar dayandı. Əgər ətrafına baxınıb, əsgər ətrafına baxıb çığırdı. Burada Kurkureo ayılından adam varmı? Mən onun kim olacağını fikirləşib cavab verdim. Mən Kurkureodanam. Sən kimsən qardaş? Deyə əsgər mənə tərəf gəlmək istəyirdi ki, Cəmiləni görüb təəccüb və fərəhlə gülümsündü. Kərim, sənsən? Deyə Cəmilə səsləndi. Əsgər ona tərəf yüyürüb iki əli ilə Cəmilənin əlini sıxdı. Cəmilə, bacım, məlum oldu ki, o Cəmilənin yerlisidir. Lap yerinə düşdü. Bilən kimi yolumu buradan saldım. O həyəcanla danışırdı. Birbaşa Sadığın yanından gəlirəm. Hospitalda bir yerdə yatırdıq. Allah qoysa bir-iki aya o da qaydar. Ondan ayrılarkən dedim ki, arvadına məktub yaz aparım. Budur, al, sağ-salamat getirmişəm. Kərim Cəmiləyə üçbucaq bir məktub uzatdı. Cəmilə məktubu alıb qızardı, sonra ağappaq ağardı. Ehtiyatla gözücü Daniyara baxdı. Daniyar o zaman xırmanda olduğu kimi ayaqlarını geniş açaraq arabasının yanında tək tənha durmuşdu. O ümidsizliklə dolu gözləri ilə Cəmiləyə baxırdı. Bu zaman hər tərəfdən adamlar tökülüşüb gəldi. Dərhal əsgərin tanış və qohumları tapıldı. Sorğu-sual başlandı. Cəmilə məktubu üçün əsgərə minnətdarlıq etməyə macal tapmamışdı ki, Daniyarın arabası onun yanından gürültü ilə ötüb keçdi. Sürətlə həyətdən çıxdı və çala-çuxurla silkələnə-silkələnə yolda tozana qopardı. O dəli olub nədir? Deyə onun dalınca çığırdılar. Əsgəri haraya isə dartıb aparmışdılar. Cəmilə ilə mən isə hələ də həyatın ortasında durub uzaqlaşan toz buludlarına baxırdıq. Gedək içinə, dedim. Sən get, məni tək burax deyə Cəmilə kədərlə cavab verdi. Beləliklə, bütün bu müddət ərzində biz ilk dəfə olaraq yola ayrı-ayrılıqda getdik. Boğanaq bürkü qurumuş dodaqlarımı yandırırdı. Bütün gün ərzində qızıb ağappaq olmuş yanıq, çadar torpaq indi sanki soyuyaraq şor bozartı ilə örtülürdü. Qürubda qərarsız, formasız günəş də elə bu cür şor, ağımtıl, ilğım içərisinə ləpələnirdi. Orada tutqun üfüqün üstündə narıncı, qırmızı tufan buludları toplaşırdı. Şiddətli isti yel əsərək atların sifətlərini ağ ərplə örtür, yallarını darayaraq keçir, təpələrdəki yovşan kollarını əstirirdi. Yoxsa yağış yağacaq, fikirləşdim. Özümü evsiz eşiksiz hiss edirdim. Canımı həyəcan almışdı. Həmişə addımla getməyə cəhd edən atları qamçılayırdım. Uzun ayaq arıq dovdaqlar həyəcanla araya isə yarğana tərəf qaçırdılar. Sərra pıtrağının saralmış yarpaqları yola səpələnmişdi. Bizdə səhra pıtrağı olmurdu. Külək onları qazaq torpaqları tərəfdən gətirmişdi. Günəş batırdı. Ətrafda heç kəs yoxdu. Yalnız bütün günü yorulub əldən düşmüş step idi. Mən xırmana gələndə hava artıq qaralmışdı. Sakitlik idi. Külək yoxdu. Daniyarı səslədim. O çaya getdi, deyə keşikçi cavab verdi. Görürsən, sən nə börküdür, hamı evinə dağılışıb, küləksiz xırmanda nə eləmək olar? Atları otlamağa buraxdım, özüm isə çaya tərəf getdim. Mən sıldırımın üstündəki Daniyarın sevdiyi yeri tanıyırdım. O başını dizlərinə tərəf əyərək, belini büküb oturmuş və sıldırımın onu qucaqlamaq və ona yaxşı bir söz demək istəyirdim. Lakin nə deyə bilərdim? Biraz kənarda durub geri döndüm. Sonra uzun müddət samanın üstündə uzanaraq qara buludlarla örtülən samaya baxır və fikirləşirdim. Həyat nə üçün belə anlaşılmaz və mürəkkəbdir? Cəmilə isə hələ də qayıtmamışdı. O haraya gedə bilərdi? Mən bərk yorulmuşdum, ancaq yuxum gəlmirdi. Uzaqlarda, dağların üstündə qara buludların içərisi ilə şimşək çaxırdı. Daniyar gələndə mən hələ yatmamışdım. O hərdən bir yola baxaraq boş-boşuna xırmanda gəzişdi. Sonra tayanın dalında mənim yanımdaca samanın üstünə uzandı. O daha ayılda qalmaz, lakin haraya gedə bilər? Biraz sonra yuxunun içindən ağır-ağır yaxınlaşan arabanın səsini eşitdim. Deyəsən Cəmilə idi. Nə qədər yatdığımı bilmirəm, lakin birdən lap qulağımın dibində kiminsə addımları saman üstündə xışıldadı. Sanki yaş bir qanat yavaşca çiynimə toxundu. Gözlərimi açdım. Cəmilə idi. O çaydan gəlirdi.
Səhərin yaş paltarının suyunu sıxmışdı. O ayaq saxladı, ətrafına rahat halda baxındı və Daniyarın yanında yerə oturdu. Daniyar, mən gəldim, özüm gəldim, sakitcə dedi. Ətraf sükut içində idi. Şimşək səssizcə aşağı şığıdı. İncidin, çox incidin, hə? Yenə sakitlik idi. Yalnız yuyulmuş torpaq lopası xəfif bir şapıltı ilə çaya düşdü. Məgər mən günahkaram, sən də günahkar deyilsən. Uzaqlarda dağların üzərində göy guruldadı. İldırımın işığı cəmləni yan tərəfdən işıqlandırdı. O dönüb arxasına baxdı və Daniyara qısıldı. Çiyinləri Daniyarın əlləri altında atılıb düşürdü. O saman üstündə Daniyarla yanaşı uzandı. Yandırıcı külək stepdə əsərək samanı vurub sovururdu. Xırmanın qırağındakı yerində oynayan alacığı döyəcləyir və fırfıra kimi yolda vurnuxurdu. Qara buludlarda təzədən göy şüalar göründü və Daniyarla Cəmilənin başları üstündəki göy şıqqıltı ilə guruldadı. Həm dəhşətli və həm də fərəhli idi. Axırıncı yay tufanı başlayırdı. Sən elə bilirdin ki, mən səni ona dəyişərəm, deyə Cəmilə hərarətlə pıçıldayırdı. Yox, yox, o heç vaxt məni sevməmişdir. Bircə salam göndərir, o da məktubumun lap axırında. Onun gecikmiş məhəbbəti mənə lazım deyil. Qoy nə deyirlərsə desinlər. Mənim əzizim, kimsəsizim, səni heç kəsə vermərəm. Mən səni çoxdan sevirdim. Səni tanımadıqda da sevir. Səni gözləyirdim və elə bil, sən də bilirdin ki, gözləyirəm, gəldin. Mavi şimşəklər bir-birinin dalınca çıxaraq sıldırımın altında çaya şığıyırdı. Samanın üstünə düşən çəpəki soyuq yağış damcıları xışıldadı. Cəmiləm, Camaltay, deyə Daniyar onu ən incə qazaq və qırğız adları ilə pıçıltı ilə çağırırdı. Üzünü mənə çevir, qoy gözlərinə tamaşa edim. Tufan başladı. Alaçıqdan qopmuş gecə parçası vurulmuş quş kimi qanadlarını çalaraq havada çırpınırdı. Yağış elə bil yeri öpürmüş kimi şiddətlə tökməyə başladı. Aşağıdan külək də döyəcləyirdi. İldırım çəpəkini hərəkət edərək bütün samanı dəhşətlə bürüdü. Baharda açan qızıl zambaqlar tək dağlardakı şimşəyin parlaq işıltıları yanıb söndü. Sıldırım dərədə külək qəzəblə uğuldayırdı. Yağış tökürdü. Mən isə samanın içinə girib uzanmışdım və hiss edirdim ki, əlimin altındakı ürəyim necə çırpınır. Mən xoşbəxt idim. Məndə elə bir hiss yaranmışdı ki, güya xəstəlikdən sonra ilk dəfədir çıxıb günəşə baxıram. Yağış da, ildırımın işığı da samanın altında gizləndiyim yerə nüfuz edirdi. Ancaq mənim üçün xoş idi. Yatır, gülümsəyir və başa düşmürdüm ki, bu səslər Daniyarla Cəmilənin pıçıltılarıdır. Ya da kəsən yağış samanları xışıldadır. Bundan belə yağışlar başlayacaq, tezliklə payız girəcəkdir. Havadan artıq yovşan və islanmış samanın rütubətli iyi gəlirdi. Payızda bizi nələr gözləyir? Bu barədə nədənsə düşünmürdüm. Həmin payız 2 illik tənəffüsdən sonra çaya, sıldırımın üstünə gəlir və indi boş olan əvvəlki xırmanın yanında otururdum. Burada mən şagird rəngləri ilə özümün ilk etüdlərimi çəkdim. Hətta o zamanki anlayışıma görə hamısı müvəffəqiyyətlə olmurdu. Rənglər yaramır. Əgər əsl rənglərim olsaydı, o rənglərin necə olacağını təsəvvür edə bilməsəm də bu sözləri öz-özümə deyirdim. Yalnız xeyli sonra qurşun tubiklərdə olan əsl yağlı boyaları görmək mənə müəssər oldu. Rəng rəngdir, ancaq hər halda deyəsən müəllimlər haqlı idi. Rənglə işləməyi öyrənmək lazımdır. Lakin təhsil haqqında heç düşünə də bilməzdim. Qardaşlarımdan heç bir xəbər almayanda anam mənə özünə yeganə oğlunu, 2 ailənin tikiti və ailə dolandıranını heç cür buraxmazdı. Bu haqda mən bir söz deməyə də cəsarət etmirdim. Payız isə tərslikdən elə gözəl idi ki, rəngi əlinə al, çək. Soyuq sulu Kurkureyoda yazılaşmışdı. Aşırımlardakı çılpaq qayaları tünd yaşıl və narıncı rəngli yosun basmışdı. İlk soyuqlarda çılpaq, zərif söyüd pöhrənliyi qızarmışdı. Lakin körpə qovaqlar isə hələ sarı möhkəm yarpaqlarını tökməmişdi. İlxıçların yağışda yuyulmuş hisli alacıqları çaylaqda sarılmış, xaralıqda qaralırdı. Alacıqların təpəsindən göyə çalan ətirli tüstü burula-burula qalxırdı. Qıvraq ayğırlar payız sayığı hündürdən kişnəyirdilər. Anaları dağılışmışdı və indi artıq baharın özünə dək onları ilxıda saxlamaq asan deyildi. Dağdan qayıdan mal-qara sürü ilə kövşənlərdə dolaşırdı. Bozaran gömgöy istepi tapdanmış, cığırlar enini uzunluğuna kəsmişdi. Birazdan səhra küləyə əsdi, göyün üzü tutuldu, qarın carçıları olan soyuq yağışlar tökdü. Bir dəfə mülayim bir gündə çaya getdim.
Çayın dayazlaşdığı yerdə dağ quşurmudumun qırmızı çolu üzümə gülümsəyirdi. Mən dayaz yerin yaxınlığında söyüd böhrənliyində oturdum. Axşam düşürdü. Birdən iki adam gördüm. Hər şey məlum idi ki, onlar çayı dayaz yerdən keçmişdilər. Bunlar Daniyar və Cəmilə idi. Mən gözlərimi onların sərt və həyəcanlı sifətlərində çəkə bilmirdim. Çiynində əşya çantası olan Daniya tələsik addımlayırdı. Yaxası açıq, şinelin ətəkləri didilmiş, uzun çəkmələrinin boğazlıqlarına dəyib şapıldayırdı. Cəmilənin başına bağladı, ağ yaylıq boynuna düşmüşdü. Əyninə özünün ən yaxşı güllü paltarını geymişdi. Paltarının üstündə miləmil məxmərdən tikilmiş, sırıqlı jaket geymişdi. Bir əlində kiçik bir bağlama var idi, o biri əli isə Daniyarın çantasının ucundan tutmuşdu. Onlar gedə-gedə nə haqda isə danışırdılar. Budur, onlar cığırla, çiyə çoluqları ilə örtülü dərədən keçib gedirdilər. Mən onların arxasınca baxaraq nə edəcəyimi bilmirdim. Bəlkə onları səsləyim, lakin dilim elə bil quruyub damağıma yapışmışdı. Axırıncı qırmızı şüalar dağlar boyunca sürətlə ötən ala buludların üzəri ilə sürüşdü və qaranlıq dərhal çökməyə başladı. Daniyarla Cəmilə arxalarına baxmadan dəmir yolu razyezdinə gedirdilər. Onların başları çiya pöhrəlikləri içərisində bir-iki dəfədə göründü və sonra gözdən itdi. Cəmilə deyə mən bütün gücümlə çığırdım. Səsim gedib çatmayaraq əks səda verdi. Cəmilə deyə mən bir də çığırdım və özüm də bilmədən çayın içi ilə onların dalınca qaçmağa başladım. Buz kimi soyuq su üzümə sıçrayırdı. Paltarım islanmışdı. Mən isə ağına pozuna baxmadan yüyürürdüm. Birdən ayağım nəyə isə ilişdi. Cumbuldu ilə yerə gəldim. Başımı qaldırmadan uzanmışdım və göz yaşlarım üzümü islatmışdı. Qaranlıq elə bil çiyinlərimə çökmüşdü. Çiyanın möhkəm budaqları incə-incə kədərlə səslənirdi. Cəmilə, Cəmilə, deyə mən göz yaşları tökə-tökə boğularaq hıçqırırdım. Mən ən əziz və yaxın adamlarımdan ayrılırdım. Yalnız indi torpağın üstündə uzanıb qalarkən başa düşdüm ki, Cəmiləni sevirəm. Bəli, bu mənim ilk uşaqlıq məhəbbətim idi. Mən başımın yaş dirsəklərimin üstünə qoyaraq xeyli uzandım. Mən nəinki Cəmilə ilə Daniyardan öz uşaqlığımdan da ayrılırdım. Qaranlıqda evə çatanda həyətdə çaxnaşma vardı. Üzəngilər cincildəyirdi. Kim isə atları yəhərləyirdi, sərxoş Osman isə atın üstündə yırğalanaraq boğazı yırtıldıqca çığırırdı. Bu azmış naciz iti ailədən çoxdan qovmaq lazım idi. Bütün nəsil biabır elədi. Əgər əlimə düşsə, elə oradaca öldürəcəyim. Qoy mühakim eləsinlər. Mən yol vermərəm ki, hər səfil gəlib bizim arvadları aparsın. Haydi, cigitlər, yəhər üstünə. Heç yerə qaçıb qurtara bilməz. Dansiyada ona çatarıq. Bədənimi titrətmə bürüdü. Onlar haraya çapacaqlar? Lakin onların böyük yolla stansiyaya yox, raziyezdə çatdıqlarını yəqin etdikdən sonra gizlincə evə keçdim və göz yaşlarımı gizlətmək üçün atamın kürkünü geyib başımın içində gizlətdim. Ailədə hərə bir söz deyirdi. Arvadlar bir-birinin sözünü kəsərək Cəmiləni təqsirləndirirdilər. Axmaqdır, öz sahətini tapdalayıb belə bir ailədən getdi. Bir dayan, onun nəyinə aşıq olub. Vurdurt bir şineli var, bir də yırtıq çəkmələri. Əlbəttə, nəyi var ki, əsl nəcabəti olmayan səfil, avara bir adamdır. Əynində nə varsa elə odur, zərəri yoxdur. Bizim gözəl bir vaxt özünə gələcək, ancaq o zaman iş işdən keçmiş olacaqdır. Məsələ də elə orasındadır. Bir ər kimi, evdar bir kişi kimi sadığın nəyi pisdir? Ayılda birinci cigitdir. Bəs qaynanası? Belə qaynana hər adama qismət olmur. Belə baybiçədən heç yerdə tapmaq olmaz. Səfeh qız heç nəyin üstündə özünü məhv etdi. Bəlkə də təkcə mən Cəmiləni öz keçmiş çiynimi məzəmmət etmirdim. Nə olsun ki, Daniyarın şineli köhnə, ayaqqabıları yırtıqdır. Axı mən bilirdim ki, mənəvi cəhətdən o bizim hamımızdan zəngindir. Yox, heç inanmırdım ki, Cəmilə bədbəxt olacaqdır. Yalnız anama yazığım gəlirdi. Mənə elə gəlirdi ki, Cəmilə ilə birlikdə onun qüvvəsi də getmişdir. Ona kədər bürümüş, rəngi ruyu qaçmışdı. İndi başa düşdüyüm kimi, o bəzən həyatın köhnə qayda qanunları belə amansızcasını pozması ilə barışa bilmirdi. Əgər qocaman bir ağacı tufan kökündən çıxarıb atırsa, o bir daha dikəlməz. Əvvəllər anam iynəni saplamağı heç kəsdən xahiş etməzdi, şəninə sığışmazdı. Ancaq bir dəfə məktəbdən qayıdarkən anamın əllərinin əsdiyini gördüm.
O iynənin deşiyini görmədiyi üçün ağlayırdı. "İynəni sapla," deyə məndən xahiş etdi və köksünü dərindən ötürdü. Cəmilə məhv olacaq. O ailədə yaxşı evdar qadın olacaqdı. Getdi, üz döndərdi. Axı niyə getdi? Bizdə məgər onun üçün pis keçirdi? Mən anamı qucaqlayıb onu sakitləşdirmək istərdim. Ona danışmaq istəyirdim ki, Danyar necə adamdır. Ancaq bacarmırdım. Bununla onu bütün həyatı boyu təhqir etmiş olardım. Bununla belə mənim bu əhvalatdakı günahsız iştirakım bir sirr olaraq qalmadı. Çox keçmədi ki, Sadıq qayıtdı. Əlbəttə o əzab çəkirdi. Bununla belə sərxoş olanda Osmana deyirdi: "Gedibsə qoy getsin. Bir yerdə gəbərib qalacaqdır. Bizim zəmanədə arvad çox tapmaq olar. Hətta zərrin saçlı qadınlar belə qotur bir oğlana dəyməz." "Lap doğrudur," deyə Osman cavab verirdi. Bir şeyə təəssüf edirəm ki, o əlimə düşmədi. Elə oradaca öldürüb işini bitirərdim. Cəmiləni isə saçlarının atın quyruğuna bağlardım. Onlar ya cənuba pambıq yığmağa gediblər, ya da qazaqların yanına qaçıblar. O səfilliyə ürəşmişdir. Ancaq heç başa düşmürəm ki, bu necə oldu. Heç kəsin xəbəri yoxdur və heç kəsin də ağlına gəlməzdi. Bütün bunları o alçaq Cəmilə özü düzəldib. O bir əlimə düşəydi. Bu sözləri eşidərkən Osmana demək istəyirdim ki, ot biçinində sənin dərsini necə verdiyini yadından çıxara bilmirsən. Alçağın biri alçaq. Bir dəfə evdə oturub məktəb divar qəzeti üçün nə isə çəkirdim. Anam sobanın yanında əlləşirdi. Birdən Sadıq içəri girdi. Rəngi ağappaq ağarmış, gözləri qəzəblə qıyılmışdı. O yanıma gəlib əlindəki kağız vərəqini gözlərimin qabağına tutdu. "Bunu sən çəkmisən?" Məətəl qaldım. Bu mənim ilk şəklim idi. Danyar və Cəmilə canlı adam kimi mənə baxırdılar. Mən çəkmişdim. "Bu kimdir?" deyə o parmağını kağızın üstünə qoydu. "Danyar." "Xain," deyə Sadıq üstümə çığırdı. O şəkli parça-parça doğrayıb tökdü və qapını şiddətlə çırpıb getdi. Xeyli çəkən üzücü sükutdan sonra anam soruşdu: "Sən bilirdin?" "Bəli, bilirdim." O sobaya söykənərək mənə elə məzəmmət və heyrətlə baxırdı ki, mən ona "Onları yenə də çəkəcəyim," dedikdə o kədərli və taqətsiz halda başını buladı. Mən döşəməyə səpələnmiş kağız parçalarına baxaraq hirsimdən boğulurdum. Qoy məni xain adlandırsınlar. Kimə xəyanət etmişəm? Ailəmə, nəslimizə, lakin mən həqiqətə, həyat həqiqətinə, bu iki adamın həqiqətinə xəyanət etməmişəm. Mən heç kəsə bu haqda deyə bilmirdim. Desəydim, hətta anam da məni başa düşməzdi. Gözlərimin qabağında hər şey bir-birinə qarışmışdı. Kağız parçaları elə bil canlılar kimi döşəmənin üstündə hərlənirdi. Yaddaşımda Danyarla Cəmilənin şəkildən mənə baxdıqları həmin an canlandı. O zaman mənə elə gəlmişdi ki, Danyarın həmin avqust gecəsində oxuduğu mahnını eşidirəm. Onların ayılda getmələrini xatırladım. Mən də onlar kimi yola, səadət dalınca ağır yola cəsarət və inamla çıxmaq istəyirdim. Mən oxumağa gedəcəyim, atama deyəcəyim, rəssam olmaq istəyirəm deyə mən qətiyyətlə anama dedim. Mən arxain idim ki, o məni danlayacaq, cəbhədə həlak olmuş qardaşlarımı xatırlayıb ağlayacaqdır. Lakin təəccüblüdür ki, ağlamadı. Yalnız kədərli halda sakitcə dedi: "Get, siz lələklənmişsiniz və özünüzə görə də qanad çalırsınız. Haradan bilək uzağa mı uçacaqsınız? Bəlkə siz haqlısınız. Get, bəlkə orada fikrini dəyişdin. Şəkil çəkmək, rəngləmək bir sənət deyil. Oxuyarsan, görərsən, öz evini də yaddan çıxarma." O vaxtdan Kiçiyev bizdən ayrıldı. Çox keçmədi ki, mən də oxumağa getdim. Bütün əhvalat da bundan ibarətdir. Rəssamlıq məktəbindən sonra məni akademiyaya göndərdikdə öz diplom işimi təqdim etdim. Bu çoxdan bəri haqqında düşündüyüm tablo idi. Bu tabloda Danyarla Cəmiləni tanımaq çətin deyildi. Onlar payız step yolu ilə gedirdilər. Qarşılarında geniş, parlaq mənzərə açılmışdı. Qoy mənim tablom mürəkkəb olmasın. Sənətkarlıq birdən-birə yaranmır. Lakin o mənim üçün çox qiymətlidir. O mənim ilk şüurlu yaradıcılıq təlaşımdır. İndi də müvəffəqiyyətsiz əsərlərim olur. Elə ağır dəqiqələrim olur ki, özümə inamı itirirəm. O zaman mənə doğma olan bu tablo Danyar və Cəmilə mənə özlərinə cəlb edir. Onları uzun müddət baxır və hər dəfə onlara söhbət edirəm. İndi siz haradasınız? Hansı yollarla addımlayırsınız? İndi bizim stepdə çoxlu təzə yollar vardır. Bu yollar bütün Qazaxıstanı dolaşır, Altaya və Sibirədək uzanır. Bəlkə siz də o ölkələrə gedib çıxmısınız. Sən, Cəmiləm, arxana baxmadan geniş steplə getdin. Bəlkə sən yorulmusan?
Bəlkə özünə inamı itirmirsən, Daniyara sığın. Qoy o sevgi haqqında, torpaq haqqında, həyat haqqındakı mahnısını sənə oxusun. Qoy step rəngdən rəngə düşsün, dalğalansın. Qoy o avqust gecəsi yadına düşsün. Get, Cəmilə, peşman olma. Sən öz çətin səadətini tapmısan. Mən onlara baxır və Daniyarın səsini eşidirəm. O məni yola səfərə çağırır. Demək yığışmaq vaxtıdır. Mən steplə öz ayılıma gedəcəyəm. Mən orada yeni rənglər tapacağam. Qoy yaxdığım hər bir rəngdə Daniyarın mahnısı səslənsin. Qoy yaxdığım hər bir rəngdə Cəmilənin ürəyi vursun.